Dəli bürcülər, qoçlar, şirlər, oxatanlarını 6 apreldən 13 aprelə doğru od ünsürləri nələr gözləyir? Qoçlardan birinci başlayaq. Qoçlar bu həftə o qədər pul, şöhrət, pul, maddiyyat önə çəkilməyi, danışıqlarımız, mən beləyəm, mən eləyəm, mən elə istəyirəm, mən belə olmasını istəyirəm deyə o qədər pula meyilli, şöhrətə meyilli olacaqsınız, tam dəngənizi vura bilməyəcəksiniz. İş, pul, maddiyyatla da əlaqədar olaraq belə deyim də, gözləmədiniz bəzi insanları sizi yarımçıq yolda qoymağınız və yaxud da güvəndiyiniz hansısa insanların pul işlə əlaqədar olaraq yarımçıqlığı, dəngəsizliyi olacaq. Zaman çərçivəsinə doğru sanki bilirsiniz, özlərini toparlaya bilməyəcəklər. Ciddi bir şəkildə boşluğun çərçivəsində olacaqlar. Əgər pul, maddiyyatla əlaqədar bu həftə nəsə bir yatırımlarınız varsa, bu yatırımları etməyə heç bir mənası yoxdur. Çünki etdiyiniz yatırımlar, iş, pul, maddiyyatla əlaqədar olaraq yarımçıqlıqlarınız zaman çərçivəsinə doğru belə deyim də riskləriniz hamısını dayandırmaz. Pul, maddiyyatla bağlı bu həftə qoçlar o zaman deyil. Zaman sizdən oyun oynamağa çalışıb sizi bir balaca aktivləşdirib cəzb etdirəcək. Sonra gözləmədiniz bir boşluqda, gözləmədiniz bir yarımçılıqda qoya bilər. Yəni bu risk edəcək bir zamanınız deyil qoçlar. Şəxsiyyətlə əlaqədar olaraq bəzi nüanslarda ətrafınızda olan insanların yalan dediyin. Ümumiyyətlə bu həftə qoçlar sizin üçün bilirsiniz necə həftədir? Sanki insanların nə danışdıqlarını gec bir zamanda sizə doğru nə etmək istədiklərini kəşf edəcəksiniz. O da sizin üçün biraz gec ola bilər. Ona görə qabaqcadan bildirirəm ki, həyatınızda olan insanların iş, pul, maddiyyatla bağlı, özünüzlə bağlı nə gedişatlar varsa, bunlara ciddi nəzarət etməlisiniz. Çünki dəngəsizliyi, danışıq olaraq, fikir olaraq, hərəkət olaraq uyğunsuzluq sizin bütün planlarınızı poza bilər. Ən çox da sağlamlıqla əlaqədar xoşuma gəlməyən gözlərinizdə olan narahatçılıqlar, qəribə bir qaşıntı, allergik bir fonun aktivləşməsi və hiss edə bilmirəm, amma tam dəqiq tuta bilmirəm. Mədədən aşağıya doğru bu ödü ola bilər, mədaltı vəzi ola bilər. Burada nəsə qəribə bir narahatçılıqlar var, onlara biraz fikir verməsi. Çünki negativ, zəif bölgələri onlar göstərir. 72%-ə qədər qoçlar həftənizi uğurlu edə bilərsiniz. Həftənin digər uğurlarından biri də şirlərsiniz. Zaten mən bilirdim ki, həftə boyu sizin uğurunuz əldə olunacaq. Çünki bu həftə belə deyim, özünüzün təhsili ilə bağlı biraz zəiflik var. Bunları aktivləşdirməz. Sevgi, şəxsiyyət qapılarınız tamamilə aktivdir. Görməyən insanlar sizi görəcək, yeni tanışlıqlarınız olacaq, köhnələrlə əlaqədar olaraq düzdür yarımçıqlarınız olmasına baxmayaraq düzəltməyə çalışacaqsınız. Dövlətlə, rəsmiyyətlə əlaqədar olan problemlərinizi həll eləyəcəksiniz. Pul həftənin sonları doğru şansınız sizə doğru gələcək. Sosiallığınız artacaq. İnsanlar sizin ətrafınızda sizinlə eyni sosiallıqda olmağa cəhd eləyəcək və belə deyim də, tam ədalətli formada özünüzü tərbiyələndirməyə çalışacaqsınız və bu həftənin çox kart açmaq istəmirəm, məsuliyyətsiz olmasına baxmayaraq, amma xoşbəxt olacağınız bir həftədə olacaqsınız şirlər. Bu çox gözəldir. Sevgini qəbul etməsəz belə bu həftə yeni bir tanışlıq ola bilər. Həftənin şənbə, bazar günləri rast gələ bilər. Bunlara ciddi fikir verin, amma uzun müddətli deyil bu tanışlıq. Ümumi dəyərləndirsək 88-89%-ə qədər həftənizi uğurlu edə bilərsiniz şirlər. Sadəcə olaraq oynaqlar və bədənin sümüksel problemləriniz biraz zəifdir. Onları düzəldin. Böyük bir narahatçılıq yoxdur. Amma oxatanlara gələndə oxatan pulla əlaqədar sıxıntılarınız daha çox artacaq. İşlə əlaqədar qurduğunuz proqram, işlə əlaqədar gedişatınız istədiyiniz formada olmayacaq. Elə bir çabalayacaqsınız, dayanacaqsınız və beyin olaraq, məntiq olaraq istədiyiniz gücü pul, maddiyyatla əlaqədar bərpa edə bilməyəcəksiniz tam olaraq. Amma belə deyim də, məntiq olaraq planlarınız, məntiq olaraq insanlarla danışıqlarınız, ağlınız bu həftə hamını heyran edə bilər. Özünüz bu həftə sosiallıqdan qaçmağa çalışacaqsınız. Özünüz bu həftə özünüzü gözə soxmamağa çalışacaqsınız. Düzdür, qərarsızlığınız istəklərinizə görə edinmi, gedinmi, davam elətdirinmi, natarazlığınız həddən artıq çox olacaq və özünüzün haqlı olduğunu bu həftə hər kəs sübut edə biləcək gücdə olacaqsınız. Oxatanlar. Negativ həftə deyil, danışıq olaraq bir sərtlikləriniz var, onurğa olaraq narahatçılıqlarınız, fəqərələrdə olan sıxıntılar mənim çox xoşuma gəlmir. Bacarırsınızsa masaj və yaxud da digər üsullardan istifadə edərək, onurğa və fizioterapiyalardan istifadə edərək bədəninizin sağlamlığına, onurğa sütununuza fikir verin. Planlama həftəsidir. Bu həftə plan quracaqsınız və oxatanlar planlarınızı həyata keçəcəksiniz. 77%-ə qədər oxatanlar 74-77% civarında uğurlu edə bilərsiniz.